Salam əziz oxucular, mən Nərmin Xudiyeva, Elm Nəşriyyatı Ədəbiyyat vəsaitinin həm müəllifi. Bugün sizə Vaqif əsərinin tam versiyasının təhlilini verəcəm. Əsərimiz Vaqif dramı Səməd Vurğunun yazdığı ən böyük iri həcmli əsərlərdən biridir. Əsər 5 pərdə, 11 şəkildən ibarətdir. Mənzum dramdır. Mənzum dram yəni alt-alta şeir formasında yazılan dram əsəridir və Vaqif dramı ədəbiyyatımızda ilk dəfə heca vəznində olan dram əsəridir. Vaqif dramında tarixdə yaşamış real şəxsiyyətlərin bir çoxunun adı çəkilmişdir. Obrazları yaradılmışdır. Əsərdə iştirak edən Vaqif 18-ci əsrin məşhur Azərbaycan şairidir. Eyni zamanda əsərdə biz onu necə tanıyırıq? Qarabağda İbrahim Xəlil xanın vəziri kimi. Ağa Məhəmməd Şah Qacar İran hökmdarı, Vidadi Vaqifin müasiri və yaxın şair dostu. Biz hətta onlar haqqında, yəni Molla Pənah Vaqifin həyatını keçəndə, o dövrə aid şairlərin yaradıcılığını keçəndə Vidadinin adına rast gəlmişik. Vidadi bədbin, Vaqif isə nikbin şairdir. Sadəcə Vaqif ömrünün sonlarına yaxın bədbinləşir. İbrahim xan Qarabağ xanıdır. Əsər xanlıqlar dövründə hadisələr Qarabağ xanlıqlar dövrünə təsadüf edir. Eldar xanlıq zülmünə və Qacar basqını əleyhinə üsyan qaldırmış kəndlilərin başçısıdır. Deməli, xanlıqların zülmünə, bir də Qacarın basqınlarına qarşı üsyanlar təşkil olur və bu üsyanlara başçılıq eləyən də Eldardır. Biz Eldarı kimlə müqayisə eləyə bilərik? Qaçaq, yəni qaçaq kimi. Eldarı biz İblis əsərində Elxanla müqayisə eləyə bilərik. Ədəbiyyatımızda başqa hansı qaçaq obrazlar var? Başdan bir xatırlatma eləyək, yada salaq. Nurəddin əsərində Əmraslan qaçaq olsa da mənfi idi, quldurluqla məşğul olurdu. İkinci qaçaq Kərəm var idi. Qaçaq Kərəm qaçaq olsa da müsbət obraz kimi, yəni kəndlilərin, xalqın tərəfində olan bir obraz kimi qeyd olunmuşdu. Sonra Elxan İblis əsərində zülmə qarşı yaradılmış bir obraz idi. İndi də Eldar əsərində, Vaqif əsərində Eldar da xalqın tərəfində, yerli əhalinin tərəfində olan bir qaçaqdır. Kürt Musa Arşaq Eldarın dəstəsindəndir. Kürt Musa Eldara daha yaxın olan bir obrazdır. Xuraman Vaqifin həyat yoldaşıdır. Ancaq Xuramanın Vaqifdən əvvəl də, Vaqifdən sonra da başqa bir ailəsi olur. Əli bəy Vaqifin oğludur, ancaq Xuramandan olan oğlu deyil, Vaqifin birinci yoldaşından olan övladıdır. Gülnar Əli bəyin gəlinidir, Əminə Gülnarın anasıdır, Tükəzban Vidadinin həyat yoldaşıdır. Vəzir Qacarın vəziridir burada, çünki Qarabağ xanının vəziri, İbrahim Xəlil xanın vəziri Vaqifdir. Təlxək İbrahim xanın təlxəyidir və onu qeyd edeyim ki, bu əsərdə bütün hadisələrin ən doğrusunu deyən elə təlxəkdir. Şaliko Tamara Gürcü, Qacar tərəfindən əsir alınmış gürcülərdir. Şeyxalı Qarabağ şeyxidir. İlyas Eldarın dəstəsinə soxulmuş casusdur. Hansı ki bunu əsəri oxuyanda da görəcəyik. Hansı ki bu casusu soxan İbrahim Xəlil xanla şeyxdir ki, Eldarı öldürmək üçün dəstəyə soxmuşdular. Belə bir İlyas obrazını mən eyniləşdirirəm mürşidlə. Dəstəyə soxularaq vaxtı ilə ona yaxşılıq edən bir şəxsə qarşı naşükürlük eləyir, onu arxadan vurmaq istəyir. Mürşid də kim idi? Bir xatırlatma eləyək. Mürşid də Niftalı Küxada, Namərd gülləsində Niftalı Küxanı arxadan vuran satqın bir obraz idi. Sərkərdə Qacarın qoşunlarının sərkərdəsidir, hansı ki onlar arasında ixtişaş düşmüşdü. Zülfüqarla Teymur, hər ikisi də Qacar tərəfdəndir. Zülfüqar Qacarın qapıçısıdır, qoca kişidir. Teymur da Qacarın
dəstəsinə başçılıq edənlərdəndir. Ancaq Teymurla Zülfüqar əsərin orta hissələrində görəcəyik ki, Vaqif tərəfindən çıxış eləyir. Yəni artıq Qacarın yanında olsalar da Qacara qarşı olan obrazlardır. Əhməd kişi ilə Qurban kişi kəndlilərdir. Qasımla Murad çobanlardır və əsərdə kəndlilər, qaçaqlar, əskərlər, elçilər iştirak edir. Birinci şəklin birinci pərdəsi. Əsərin bu hissəsi remarkadır. Remarka həmişə nəsrlə yazılır, heç vaxt nəzmlə yazılmır. Remarkada nə təsvir olunur? Biz Azərbaycan dilində də keçmişdik ki, remarka adətən adlı halda olur. Baxın, 18-ci əsr. Azərbaycan, Qarabağ mahalı, Vidadinin evi adlıq cümlələrdən istifadə olunur. Biz remarka hissəsində şairin hadisələrin baş verdiyi zaman, fəsil, il, ay, obrazların emosional xüsusiyyətləri, qəmgindirmi, gülərüzdürmü, hirslidirmi, əsəbidirmi, hadisələrin baş verdiyi məkan, səhnədə hansı dekorasiyalardan istifadə olunması, obrazların geyimi, remarka hissəsi oxucuya və rejissora yardım məqsədi ilə yaradılmışdır və həmişə də nəsr formasında olur. Başlayırıq. Birinci şəkil, birinci pərdə Vidadinin sözləri ilə başlayır. Vidadi başlayır namaz üstündə. Xudaya, Allaha müraciətlə başlayır. Deməli, əsər nə ilə başlayır? Vidadinin Allaha müraciəti ilə başlayır. Nələr çəkdiyimiz, Xudaya, insanın halı yamandır, nələr çəkdiyimiz sənə əyandır. Mənası varmıdır min təriqətin? Aç qapısını sən həqiqətin. Həqiqət axtarışındadır. Həqiqət axtarışında olan digər obrazlarımızdan biri Oqtay, digəri isə İblis əsərində Arifdir. Nə olur bir yeni işıq ver bizə, bizim kör yaranmış gözlərimizə. Bəlkə də yaxşını seçək yamandan, ta ki qansız keçən bu güzərandan. Biz də ilham alaq sevinək barı, işıqlat o dipsiz qaranlıqları. Yazıqdır dünyanın əşrəfi insan. Deməli, Vidadi insanı dünyanın əşrəfi adlandırır. Deyir ki, böyüksən, deyir, adilsən, Allaha müraciət eləyir, deyir, sən böyüksən, sən adilsən, keç, deyir, onların günahından. Qoyma ki, yerlərdə sürünsün bəşər, dünyada qalmasın nə pislik, nə şər. Yəni, dünyanın pislikdən, şərdən uzaq olmasını arzulayır. Yaxşılıq insanda bir sənət olsun, dünya başdan başa bir cənnət olsun. Dünyada həmişə müsbət, yaxşı şeylərin olmasını arzulayır. Dünyanın bir cənnət kimi olmasını arzulayır namaz üstündə. Tükəzban kimdir? Vaqif Vidadinin həyat yoldaşıdır. Tükəzban Qadir deyir, yenə deyir, namaz üstündə şeir deyirsən. Vidadi deyir, sən də təzə-təzə qəlbə dəyirsən. Tükəzban, yox, Vidadican, bağışla məni. Könüldən sevirəm mən hər kəlməni. 30 il gördüyüm bu yoxsul ocaq, bir qonaq görməmiş bu səssiz ocaq. Deməli, 30 ildir Vidadinin evi olduğunu vurğulayır. Sənin ayaqların dəydiyi zaman mənə cənnət kimi görünür inan. Deyir, bu səssiz, bu köhnə, bu yoxsul ocaq deyir. Sənin deyir, ayaqların dəyəndə deyir, mənə deyir, cənnət kimi görünür. Vidadi, gəl yaxın otur vəfalı qarım. Deməli, Vidadi öz yoldaşını vəfalı adlandırır. Səndə yuva salmış ilk arzularım. Dünyanın dərdinin qəmini hər an mənə bir baxışla unutdurursan. Tükəzban, bizə çox görməsin yaradan bunu, sənə borcluyam ömrüm uzunu. Vidadi, Tükəzban, azaldı gəlib gedənlər, Vaqifdən gəlməyir təzə bir xəbər. Deməli, Vidadi ilə Vaqif dostdur və Tükəzbana gileylənir ki, gəlib gedənlər azalıb və Vaqifdən kimsə bir təzə xəbər gətirməyib. O deyir, Qarabağa köçəndən bəri gödəlir ömrümün bu son günləri. Deyir, o Qarabağa keçəndən mənim də deyir, ömrümün günləri gödəlir. Onsuz günü gündən çoxalır qəmim. Oydu bu yerlərdə könlü həmdəmim. Vidadi Vaqif üçün müsbət fikirlər söyləyir, könül həmdənim olduğunu qeyd eləyir. Onsuz günlərinin qəminin çoxaldığını deyir. Tükəzban, Vidadi, darıxma, bizdə məsəl var, bir yandan bağlayan,
bir yandan açar. Deməli biz ilk məsələ Tükezbanın dilindən gördük. Deyir ki, bir yandan bağlayan, bir yandan açar. Əziz şagirdlərim, siz də birinci məsələnin Tükezbanın dilindən olduğunu qeyd edin. Qeyd edin. Vidadi. Və bu zaman görürsünüz remarka hissəsində. Vidadi ilə Vaqifin diyaloq hissəsində birdən onların evlərinin qapısı döyülür. Vidadi deyir, buyurun, 2 nəfər elçi gəlir. Bu elçilər sizə deyim, bu elçilər Gəncə xanı Cavad xanın sarayından göndərilmiş elçilər idi. Birinci elçi deyir, sizsiniz Vidadi şair, Vidadi. Bəli, qulluğunuz bəndəyə dair. Yəni ki, mən sizə necə qulluq eləyə bilərəm? Birinci elçi, Gəncədən gəlmişik, qonağıq sizə, Tükezban. Bizim yoxsul olan bu evimizə siz xoş gəlmişsiniz. Elçilər deməli Vidadi, gəlin qardaşlar, Allah qonağından öz qisməti var. Elçilər əyləşirlər, Tükezban qarı aftafanı sac ayağının üstünə qoyub çay hazırlayır. Vidadi, yaxşı, hardasınız, hardansınız, kimlərdənsiniz? Elçi, şair, Cavad xanın adamıyıq biz, xoş xəbər gətirib gəlmişik sizə. Vidadi, Vaqifdən, elə bilirlər ki, Vaqifdən, Vidadi elə bilir ki, Vaqifdən xəbər gətiriblər. Yox, Vaqif Qarabağdadır. Siz ki bilirsiniz, o uzaqdadır, Vidadi. Bəli, uzaqdadır. Həsrəti çoxdur, ancaq sədaqətin mənzili yoxdur. Yaxşı, danışın, buyurun görək, birinci elçi deyir. Yoxdur bu torpaqda şair sizin tək, gözəl sözləriniz düşüb dillərə. Sizi çox görməsin Tanrı ellərə. Deməli, birinci elçi Vidadinin necə bir böyük sənətkar olduğunu və onun tərifini verir. Vidadi, yox, hüsn-i kəlam Vaqifdə vardır. Hər sözü ölməyən bir yadigardır. Belmi sındırıb onun həsrəti. Yenə də Vidadi hər bir misrasında Vaqifə olan həsrəti, özləmini əks etdirir. Birinci elçi, bizim xan çox sevir şeiri sənəti. Sizin yanınıza göndərdi bizi. İstəyir saraya gəlməyinizi. Vidadi, necə? Deməli, Cavad xan bu elçiləri göndərib ki, Vidadini öz sarayına dəvət eləsin. Birinci elçi deyir, xan deyir ki, Vidadi gəlsin, sarayda yaşasın, burada yüksəlsin. Eviniz hazırdır bir bağ içində, eyvanı yamyaşıl yarpaq içində. Bilməyəcəksiniz nə dərd, nə zülmət, aşıb daşacaqdır sizin üçün dövlət. Sizi vəzirliyə dəvət edir xan. Deməli, Vidadini Cavad xan vəzirliyə dəvət edir. Hətta deyir ki, sizin üçün evi də hazırdır, bağ içində, hər tərəfi də yamyaşıl yarpağın içərisində və ora gəldikdən sonra nə dərdiniz olacaq, nə qəminiz olacaq. Vidadi, oğul, mən azadam başdan binadan. Bir də alışmışam bizim çöllərə. Könlümdən ayrılmaz bu dağ, bu dərə. Məndən nə şah olar, nə də xan olar. Gəlsəm xan özü peşiman olar. Deyir ki, mənim könlüm azaddır. Mən gəlib elə yerdə, saraylarda yaşaya bilmərəm. Mənim deyir könlüm bu dağdan, bu dərədən, bu çöllərdən ayrıla bilməz. Mən həmişə azad yaşamışam əvvəldən bəri. Məndən də deyir, nə xan olar, nə şah olar. Mən özüm gəlsəm də xan özü peşman olar. İkinci elçi, canım, bir düşünün bu səadətdir. Bu tərk-i dünyalıq yaman adətdir. Qanatlı bir quşdur, fürsət əzəldən, qaçar, buraxmayın. Siz onu əldən, qaçar deyir, buraxmayın siz onu əldən. İkinci elçi, indiyə qədər danışan birinci elçi idi. İndi ikinci elçi deyir. Deyir, necə yəni yox deyirsiniz də? Yəni bu artıq deyir, bu bir səadətdir, böyük bir xoşbəxtlikdir ki, Cavad xan sizi öz sarayına dəvət eləyir. Vidadi, bir növ başdan eləmək məqsədi ilə, yəni artıq onların getməsini istəyir və yox cavabını aydın demək istəyir. Vidadi, deyin ki, xəstəyəm, yoxdur qüvvətim, yoxdur əvvəlki sözüm, söhbətim. Bugün sabahlığam, günlər tez keçir, mənim də kərvanım yığışıb köçür. Vidadi xoş bir formada xanın göndərdiyi adamları yola salmaq istəyir. Deyir, elçilərə deyir ki, gedin xanınıza deyin ki, mən qocalmışam, artıq qüvvətim, əvvəlki kimi sözüm, söhbətim yoxdur. Bugün sabah deyir, mənim işığım sönəcək, yəni mənim kərvanım keçəcək, yəni mənim ölümümə az qalıb. İkinci elçi, demək, baş tutmadı xanın arzusu. Sizdən gözlənilməz bu cavabdır bu. Canım, bu acı evdən nə tapmısan sən?
Niyə buraxırsan keyfi əlinə? Yenə ikinci elçi deyir ki, nə tapmısan bu evdən də? Niyə bu qədər xoşbəxtliyi özünə çox bilirsən? Vidadi. Burada olmasa da saray havası, istidir hər quşun doğma yuvası. Kasıb komacığım özümə yetər, burada yazılmışdır yüzlərlə əsər. Deyir ki, mənə öz evim bəsdir və mən bu balaca köhnə qoca köhnə daxmada yüzlərlə əsər yazmışam. Birinci elçi qayıdır deyir ki, bəxtinizdən küsün. Vidadi. Yox, mən şadam. Burada hər qayğıdan, dərddən azadam. İkinci elçi, gəl gedək. Bu ki dəlidir. İkinci elçi Vidadinin dəvəti rədd etdiyinə görə dəli adlandırır. Birinci elçi də deyir ki, gəl gedək deyir. Doğrudan da bu gülməlidir. Vidadi. Qalın gecələyin, evimiz vardır. İkinci elçi rişxət, yəni kinayə ilə deyir ki, sizə darlıq olar, daxmanız dardır. Vidadi. Ürək geniş olsun. Birinci elçi. Gözünüz görsə də adlar alavlar, sizə şirin gəlir xəyal plovlar. Salamat qalın. Vidadi. Gedin. Yanılmışdır sizi göndərən. Başqa bir aləmin qonağıyam mən. Bu fani dünyanın keyfi ləzzəti axırda yaradır könül möhnəti. Deyir ki, bu dünyanın, yəni sarayın keyfi ləzzəti axırda könülə əzab verir. Gedin. Aldadanmaz məni saraylar. Burada həmdəmimdir ulduzlar aylar. Burada gecələrin qərib səsi var. Könlümün incə bir kəmənçəsi var. Ona toxunmasın soyuq əllər. Mənim sarayımdır yüksək əməllər. Kezban. Vidadi, nə dedin? Lap ürəyimdən ömür sürməmisən qoltuqlarda sən. Belə cavab verən dilin var olsun. Yurduna atana dünya dar olsun. Kezban da Vidadi kimi düşünür və Vidadinin bu belə cavab verməsinə sevinir. Vidadi. Kezban, o saray qan ocağıdır. Deməli, sarayı ilk dəfə qan ocağı adlandıran Vidadi olur. Onun hər vüsalı hicran dağıdır. Yəni, onun hər dil xoşbəxtliyi hicran dağıdır. Vüsalla hicran ayrılıq sinonimdir. Vüsal qovuşmaq da hicranda ayrılıqdır. Bir düşün Vaqifi, daima gülən, daima şadlanan o böyük hünər. Bəzən taleyindən şikayət yazır. Səbəb saraylardır. Vidadi deyir ki, görürsən, deyir, Kezban necə, Vaqif necə şad idi, necə deyib gülən idi. Ancaq deyir, bir də görürsən ki, o da deyir, öz taleyindən narazıdır. Bunun səbəbi nədir deyir səncə? Təbii ki, deyir, bunun səbəbi saraylardır. Arxadan səs gəlir. Vaqif. Ay eviyyəsi, deməli, bu iki elçi gedəndən sonra Vidadinin evinə Vaqif gəlir. Kezban. Aman, bu olmasın Vaqifin səsi. Vidadi. Deyəsən özüdür. Bir nəfər kəndli tələsik içəri girir, kəndli. Vidadi, gözlərin aydın. Vaqif qonaq gəlir. Vaqif bir bölük kəndli ilə daxil olur. Vidadi Vaqifi görən kimi özünü onun üstünə salır, qucaqlaşıb öpüşürlər. Vidadi. Canım ciyərim, yolunu gözləyən zəif gözlərim. Artıq işıqlandı, nə yaxşı, of sən, vəfasız deyildin sən ki əzəldən. Yəni, Vidadi Vaqifi görən kimi sevinir. Çünki biz əvvəldən də görürdük ki, ancaq Vidadini Vaqifi görmək istəyirdi. Əyləşirlər. Vaqif. Günah mənimkidir, əff elə ustad. Deməli, Vidadini ustad adlandırır. Yaşca da Vaqifdən böyükdür Vidadi. Sənsiz olmamışdır bir könül. Bir gün könül şad. Yuxumda görmüşəm səni gecələr. Sənsiz gülməmişdir ruhuma səhər. Kezban. Yaxşı, ay utanmaz. Bir də yadından çıxdı bir dəfəlik. Kezban xalan. Deməli, Kezban xalan deməkdən də aydın olur ki, Vaqif onlardan yaşca balacadır. Vaqif Kezbanın boynundan qucaqlayaraq. Yox, sən anadan artıqsan mənə. Həyatım olduqca borcluyam sənə. Vidadi. Yaxşı, nə var, nə yox, keyfin necədir? Vaqif. Bu dünya doğrudan bir bölməcədir. Qapıya qoymuram can möhnətini. İçirəm dünyanın hər şərbətini. Gündüzlər oxşayır məni saraylar. Gecələr sirdaşım ulduzlar aylar. Hər gülün rəngində bir canlı sənət. Nə qədər təmizdir, safdır təbiət. Mənim də oylağım dağdır, dərədir. Könlüm gözəlliyə bir pəncərədir. Dünyanın sirrini görürəm oradan. Bir parça sümükdür, savadsız insan. İnsanları, deməli, Vidadi əsərin əvvəlində insanı nə adlandırır?
Demiştim ki qeyd eləyin, insanı adlandırır. Dünyanın əşrəfi. Deməli, savadsız insanı Vaqif nə adlandırır? Vaqif də savadsız insanlara adlandırır bir yığın sümük. Bir yığın sümük adlandırır. Savadsız insan. Vidadi. Sevda bir dənizdir, göylərdən dərin. Asta bax, qaralar birdən gözlərin. Burnun uşaq kimi dəyər daşlara, Vaqif. Xeyr, mən yoldaşam uçan quşlara. Dünya çox böyükdür. Min bir yuvam var. Hələ bu dünya ilə mənim davam var. Hələ təzə gülüşdən zövq almalıyam. Hər təzə gülüşdən zövq almalıyam. Ovçu gözlərimdə qalmasın bir kam. Ömür vəfasızdır, bizi tərk edir. Hər ağ gün, qara gün ömürdən gedir. Vidadi. Şair, heç aldanma dünya varına. İnanma dünyanın etibarına. Savab gör hər zaman yaxşılıq elə. Dar gündə Allaha kərimdir söylə. Səni bu dünyada boğsa da möhnət, axırda qismətin olacaq cənnət. Axirət dünyası qalacaq bizə. Vaqif. O da bir pərdədir gözlərimizdə. Canım, nə cəhənnəm, nə cənnət vardır. Bunlar da bir cür uydurmalardır. Deməli, Vaqif Vidadi deyir ki, sən deyir həmişə yaxşılıq elə, sənin məkanın cənnət olacaq. Vaqif də qayıdır deyir ki, dünyada deyir nə cənnət var, nə cəhənnəm. Bunlar hamısı deyir bir uydurmadır. Vidadi. Yenə şairliyin baş aparır ha, yoxsa ağ olursan böyük Allaha. Vaqif. Bilirsən, Vidadi, sözün doğrusu, olmaq istəmirəm vicdan oğrusu. Çoxdur bu dünyanın gözəllikləri. Bəzən cilvələnən nazlı bir pəri, şəhla gözlərini süzdüyü zaman cənnətə alıram mən bu dünyadan. Qoy nisyə dalınca şeyxlər yüyürsün, o nisyə cənnəti qoy onlar görsün. Boş sözdür, dünyanı heçdən yaradan bütün cənnətləri quracaq insan. Vaqif də deyir ki, bütün hər şeyi, cənnətlərin hər birini insan quracaq. Tükəzban. Ha, Vaqif, elə uşaqlıqdan da səndə görünürdü bu söz, bu əda. Vidadi. Yaxşı, nə tapmısan bu saraylarda? Sən ki sövq alırsan gözəldən yardan. Vaqif. Çoxdur Qarabağda gözəl sənəmlər. Baxdıqca kül olur dərdlər, əməllər, ələmlər. Məndən çox uzaqdır. Dərdlə ələm, ikisi də sinonimdir, ikisi də dərd deməkdir. Məndən çox uzaqdır hər bəla, hər qəm. Yalnız gözəllərdir Məkkə, Mədinə. Vidadi. Demək, gözəllər üçün unuttun bizi, unuttun öz ana beşiyimizi. Deyir ki, gözəl qızlar üçün, gözəllər üçün deyir bizi unuttun, öz ana yurdumuzu, öz vətənimizi. Vaqif. Mən orada olmasam, qan çıxar dizə, quşlar da ağlayar ellərimizə. Xan məndən utanır, çəkinir biraz. Mən getsəm, qırğının hesabı olmaz. O bəzən hirslənib quduran zaman mənəm zəncirini dartıb saxlayan. Deməli, Vaqif deyir ki, mən deyir saraylardan uzaq olsam, İbrahim Xəlilxan deyir, çox deyir qan içən hökmdardır. İnsanları əzər, insanları məhv eləyər, çox zülm törədər. O deyir əsəbləşəndə, qəzəblənəndə mənəm deyir onun qarşısını alan. Mən olmasam deyir bizim deyir ellərimiz ağlar günə qalar. Quşlar hətta deyir ki, mən olmasam quşlar belə ağlayar. Sonra yenə bir neçə kəndli gəlir. Əhməd kişi kənddə olan kəndlilərdir. Vaqif, xoş gəlmisən, üzünü görək. Vaqif deyir. Sağ ol Əhməd dayı, keyfin necədir? Köksünü ötürüb. Nə var ömrümüzün zülmət gecədir? Nə var ki, ömrümüz deyir zülmət gecədir. Yenə əllərimiz qabar-qabardır. Nə çuval dibində bir arpa vardır, nə də təhnəmizdə quru bir çörək. Yoxsulluqdan şikayətlənir. Vaqif, bilirəm o dərdləri mən. Əhməd kişi. Gərək yadındadır rəhmətlik dədən, bükülmüşdü belə keçə atmaqdan. Atasını yadına salır, deyir ki, yadında deyir, rəhmətlik dədən deyir, belə deyir keçə atmaqdan beli bükülmüşdü. Vaqif, darıxma, keçər bu dövran. Ağ günün işığı görünər sizə. Hələlik güvənin zəhmətinizə. Deyir ki, artıq Vaqifin biz burada nikbin ruhlu olduğunu görürük. Gələcəyə nikbin ruhla baxır. Qurban kişi, bu da ikinci bir kəndlidir. Yaxşı, gözümüzün sən işığıydın.
Bütün məclislərin yaraşığı idin. Şeirlər deyərdin gəlinə qıza. Onu da çox gördün axırda bizə. Qurban kişi də Vaqifin buradan çıxıb getməsinə gileylənir. Deyirsən bizim məclislərin gözünün işığı idin, məclislərimizin yaraşığı idin. Bizə çox gördün, bunu çıxdın, getdin Vaqif. Yox, yox Qurban əmi. Mənə dünyada bu ellər, obalar gülzar görünür. Gözüm gözünüzdən uzaqda olsa, könüldən könülə yollar görünür. Vaqif də deyir ki, mən özüm uzaqda olsam da, könlüm deyir sizinlədir. Mən deyir bu oba ilə, bu ellə, bu yurtla nəfəs alıram. Qurban kişi, sağ ol, əksik olma. Sən yaşa barı. Bu arada qatar-qatar durnalar keçir, onların qaqqıltısı hər iki şairin diqqətini cəlb eləyir. Vidadi Tükyazbana deyir ki, tez ol gətir sazları. Tükyazban 2 dənə saz gətirir. Vidadi sazını birini Vidadiyə, birini Vaqifə verir. Vidadi, bunu tanıyırsan Vaqif? Mənimdir bu saz. Deməli, Vidadinin sazı da, Vaqifin sazı da Vidadinin evindədir. Vidadi, hələ saxlamışam onu utanmaz. Ondan ayrılmasın sənin hisslərin. Onun tellərində göylərdən dərin bir məna vardır ki, yaşadır sizi, yaşadır izi. Şair eləmişdir hər ikimizi. Doğrudur. Qardaşım, inan ki bir an könlüm ayrılmamış telli sazlardan. Vidadi, digəl durnalar, deməli ikisi də durnalar şeirini deyir, ikisi də bir-birinə durnalar şeirini deyir. Sazları çalırlar, Vidadi də Vaqiflə deyişirlər. Deməli durnalar şeiri həm Vaqifdə var, həm Vidadidə var. Bir də durnalar Qasımbəy Zakirdə. Qatar-qatar olub qalxıb havaya, nə çıxıbsız asimanə durnalar. Qərib-qərib, qəmgin-qəmgin ötürsüz, nə üz tutubsunuz, nə məkanə durnalar. Vaqif, bir zaman havada qanat saxlayın, sözüm vardır mənim sizə durnalar. Qatarlaşıb nə diyardan gəlirsiniz, bir xəbər versəniz bizə durnalar. Bir daşa çəkin dərdiməndin halını, ərzə yazsın, qələm alsın əlinə. Vidadi xəstədən Bağdad elinə, siz yetirin bir nişanə durnalar. Nazənin edirsiz avaz, ürək tazələnər, edər sərfənaz. Vaqifin də könlü çox edər pərvaz, hərdəm sizin ilə gəzə durnalar. Əhməd kişi, sağ olun, gecəniz xeyrə qalsın. Deməli, durnalar şeirinin hər ikisinin də bir-birinə qarşılıqlı şəkildə değişməsini gördük. Vaqif də deyir xeyrə qarşı. Xeyrə qarşı edim, çox şad oldum mən. Kəndlilər Vaqiflə görüşərək gedirlər. Vaqif axşam qəribliyini şairanə bir mənzərlə baxaraq. Vaqif, ah bu axşam nə gözəldir, ondakı mənaya bax. Parçalanmış ağ buludlar göydə bardaş quraraq. Təbiətin saflığına qulaq asır uzaqdan. Gəlin kimi bəzək vurub, ay da çıxmış otaqdan. Nə təmizdir, nə parlaqdır. Mahtabın süd bənizi, ən müqəddəs xəyallara dəvət edir o bizi. Vidadi, xəyal şirin nemətdir bu acı kainatın. Nemətidir bu acı kainatın. Vaqif, xəyal doğma balasıdır bizim ana həyatın. Onun gözü kör olsa da sevəcəkdir bu ana. Yazıq bədbəxt balasını basacaqdır bağrına. Tükyazban, Vaqif, danışmadın heç Əlibəydən. Necədir, görmürəm xeyli zamandır. Vaqif, paho, lap böyüyüb yaxşı cavandır. Toyudur. Gəldim ki, aparım sizi. Özü tapşırıbdır gəlməyinizi. Vidadi, yaxşı. Əli bəyin toyudur demək. Vaqif, bəs necə toyudur? Tükyazban, Vidadi, Tükyazban gedək. Oğul bizimkidir. Gedək Tükyazban. Tükyazban, sənə zəhmət olar. Vidadi, nə? Budur cavan, nə qədər olsa qoca, gərçi Vidadi xəstə, yenə Vaqif kimi əlbəttə 100 oğlana dəyər. Sən ki, lələşini yaxşı bilirsən. Deyir ki, yəni mən deyir Vaqifə işarə eləyir, deyir cavan budur. Deyir mən deyir nə qədər qoca olsam da Vaqif kimi 100 cavana dəyərəm. Tükyazban, yaxşı qoca, vaxtı qürrələnməsə. Yaxşı deyir, qoca vaxtı deyir qürrələnməsən. Vaqif, yox xala, heç qorxma, indi bahardır. Qarabağ doğrudan bir laləzardır. Yenə yanaqlara sığal vurulur. Hər daşın dibindən bir toy qurulur. Bir yanda tar səsi, bir yanda qaval. Bükür dağ döşündə boynunu maral. Axır şırıltı ilə köpüklü çaylar.
gəlir səcdəsinə ulduzlar aylar. Gedək. Bizim yerlər xoş keçər sizə. Vidadi. Gedək, xına qoyaq əllərimizə. Uşaq bizimkidir, mübarək olsun, gəlinin yolları gül çiçək olsun. Sevinclə sağollaşırlar, Vaqifi qucaqlayırlar. Birinci pərdənin birinci şəkli də burada yekunlaşır. Növbəti ikinci şəklimiz ikinci videomuzda əks olunacaq.